Salam, Güvən test toplusu 2024-cü il nəşrindən fosfor və birləşmələrindən başlayırıq 27.1-lə. Deməli, fosfor haqqında. Deyir, zəhərlidir, oksigenlə reaksiya daxil olur, hidrogenlə reaksiya daxil olur. Xlordur, yoxsa fosfordur, hansına aiddir? Deməli, xlor zəhərlidir. P4, yəni ağ fosfor, bu da zəhərlidir. Deməli, bir hər ikisinə aiddir. Bura yazaq 1. Oksigenlə reaksiya daxil olur. Bu fosfora aiddir. 2 bura. Hidrogenlə reaksiyası isə xlora aiddir. 1, 3, 1, 2. Uyğun cavab A variantı. Keçdik ikinci sualımızda. Hansı reaksiya doğru deyil? Fosfor maqneziumla. Fosfor ümumiyyətlə hidrogenlə birbaşa reaksiyası yoxdur. Ona görə ilə D variantı birbaşa baxan kimi yanlış olaraq görsənir. Hansı ifadə doğru deyil? Ağ fosfor zəhərlidir. Bu doğru ifadədir. Qara fosfor molekul kristal qəfəsinə malikdir. Bu yanlış ifadədir. Deməli, bunu götürəcəyik. Qırmızı fosfor suda həll olur. Bu da yanlış ifadədir. Yəni, bizdən səhvlər istədiyini götürürəm. 2, 3. Uyğun cavab Y variantı. Dördüncü sualda hansı reaksiya getmir? Fosfor birbaşa olaraq hidrogenlə reaksiya getmir. 5-ci sualda fosforun alotropik şəkilləşmələrdə kristal qəfəs ağ fosfor molekuldur, digərləri atomdur. Ona görə də 2, 3 atom, bir də molekul. Uyğun cavab D variantı. 6-cı sualda ağ və qırmızı fosfor üçün ümumi olmayan nədir? Kristal qəfəslərin tipi, biri atom, biri molekul. Bu fərqlidir. Bunu götürürük. Suda həll olmaması, ağ fosfor və yaxud da qırmızı fosfor heç bir suda həll olmur. Bunlar ümumi olan xüsusiyyətdir. Bizdən olmayan istəyir. Karbon disulfiddə həll olması ağ həll olur, qırmızı yox. Deməli, 1, 3 bunlar üçün fərqlidir. Uyğun cavab Y variantı. 7-ci sualda ağ fosfor üçün hansı ifadə doğru deyil? Suda həll olmur, bu doğrudur. Atom kristal qəfəsə əmələ gətirir, bu yanlışdır. Deməli, elə B variantı yanlışdır. 8-də kibrit istehsalında hansı bəsit maddələr istifadə olunur? Kükürtlə fosfor, fosfor, kükürt. Uyğun cavab D variantı. Ağ və qırmızı fosfor üçün eyni olan nədir? Suda həll olmamaqları, bunlar üçün eyni bir xüsusiyyətdir. B variantı. Onda, deməli, ağ, qırmızı və qara fosfor üçün ümumi olan nədir? Heç biri suda həll olmur. Məsələn, bu hamısı üçün ümumi xüsusiyyətdir. C variantı. Ağ fosfor üçün doğru olan nədir? Suda yaxşı həll olur, yanlışdır. Molekul əmələ gətirir, doğru. Molekul kristal qəfəs. Qaranlıqda işıq verir, doğru. Zəhərli deyil, yanlış. Zəhərlidir. 2, 3. Deməli, Y variantı da 11-ci sualdır. 12-ci sualda azot və fosfor üçün ümumi olan nədir? Deməli, buradan yazaq N2P. Xarici elektron konfigurasiyasının quruluşu. Azot atomu kimi götürsək, deməli, elektron konfigurasiyasının quruluşu NS2-NP3 quruluşdadır. Yəqin ki, onu nəzərdə tutur. Biri götürürük. Maksimum valentliyi azotda 4-dür, fosforda 5-dir. Bu yanlış. Aqreqat halı biri azot mövcud olur bəsit halda, belə deyək ki, qaz aqreqat halında, P isə P4 formasında və bərk. Deməli, ümumi yalnız 1. Uyğun cavab A variantı. 13-cü sualda kükürt və qırmızı fosfor üçün ümumi olmayan nədir? Kibrit istehsalında ikisi də istifadə olunur. Karbon disulfiddə həll olması, qırmızı fosfor heç karbon disulfiddə də həll olmur, amma kükürt həll olur. Ümumi olmayan, deməli 2-dir. Sonra hidrogenli birləşmələrin turşu xassəli, pH3 məsələn əsası xassəlidir. H2 isə turşu xassəlidir. Yəni, bu da ümumi deyil. 2 ilə 3 uyğun cavab Y variantı. 14-cü sualda hansı reaksiyada fosfor oksidləşdiricidir? Deməli, reduksiyedicilərlə reaksiyada, məsələn, metallar həmişə reduksiyedicidir. Ona görə də reduksiyedici ilə reaksiyada olacaq oksidləşdirici məcburən A variantı. Keçdik. 15-ci sualda hansı halda fosforun elektron konfigurasiyası doğruda göstərilir? Deməli, burada 3 valentli normal halına uyğun gəlir. P2, P3. Deməli, bu doğrudur. Sonra P2O5-də həyəcanlanma olmalıdır. 5 dənə tək elektron. Deməli, bu da doğrudur.
Burada da eyni yuxarıdakı kimi olmalıydı 5 valentliyə uyğun. Deməli bu yanlış göstərilir. 1, 2, D variantı. Keçdik 16-cı sualda 31,6 qram kalium permanganat və termiki parçalanıb. Neçə qram fosforu tam oksidləşdirər? 2 dənə reaksiya yazaq. Deməli 2 mol kalium permanganatdan 1 mol oksigen alınır. İndi 31,6 görə nə qədərdir? 0,2 eləyərdə yəqin ki. Deməli 31,6-nı bölək 158-ə. Bu eləyir 0,2. Onda buradan da 0,1 mol oksigen alınır. Və fosforu tam oksidləşdirmək deyirsə P2O5. 2, 5, 4. Deməli 4 mol, yəni 4 vur 31 qram. Tam oksidləşdirmək üçün 5 mol oksigen lazımdırsa, X-ə də 0,1. Görək, indi burada nə alırıq? 4-ü vurduq 31-ə, 124. Vurduq 0,1-ə, böldük 5-ə. Bu da 2,48. Uyğun cavab 16-da D variantı. Keçdik 17-ci sualımıza. Deməli, maddəmiz XYZ-dir. Kristal qəfəsin tipləri və sıxlıqları. Kristal qəfəs atomdursa, burada sıxlıq göstərib də ən çox sıxlıq belə deyək ki, allotropik şəkil dəyişmələrindən qaradadır. Ona görə Rho1-ə uyğun gələn qaradır, hansı ki atom kristal qəfəsdir. O birisi atomda avtomatik olaraq olacaq qırmızı. Qırmızı, bu da Rho3-ə uyğun gəlir, molekulda Rho2-dir. Deməli, bu da ağ. Qara, ağ, qırmızı. Qara, ağ, qırmızı, Y variantı 17-ci sualdır. Keçdik 18-ci sual Eyler-Venn diaqramından uyğunlaşdırmada azot və fosfor haqqında. Əsas qida elementidir hər ikisi. A-nı yazıram ortaya. Allotropik şəkil dəyişmə əmələ gətirir. Azotda allotropik yoxdur. B getdi bura. Təbiətdə sərbəst tapılır. Jones elementləri azota aiddir. C bura. Birləşmələrində müsbət 5 oksidləşmə dərəcəsi göstərir. Hər ikisi göstərə bilir müsbət 5. D-ni yazıram ortaya. Adi şəraitdə qazdır. Bu da bura niyə 5 yazıblar? Yəqin Y yazmaq istəyirlər. Yeni də götürək bura. C, Y, A, D və B. 18-ci sualda. 19-da deməli, ağ fosfor üçün doğru olan ifadələri müəyyənləşdirin. Suda həll olur, yanlış. Karbon disulfiddə olur, zəhərlidir. Atom yox, molekuldur. 4 atom var, doğrudur. Deməli, 2, 3, 5 doğru ifadələrdir. 20-ci sualda fosforun allotropik şəkil dəyişmələri üçün doğru olanları göstərin. Qırmızı fosfor zəhərlidir, yox. Ağ fosfor molekulyar quruluşudur, düz. Qara fosforun sıxlığı ən böyükdür, düz. Ağ fosfor daha aktivdir, düz. Hamısından kibrit olur, yox. Kibrit qırmızıdır. Elektrik keçirirlər, yox. Qara biraz yarım keçiricidir. Deməli, 2, 3, 4. Hamısına uyğun gələn. Deməli, 2, 3, 4. Keçdik 21-ci sualımıza. Bu, axırıncı sualıymış bu bölmədə. Uyğunluğu müəyyənləşdirin. Sıxlığı ən çoxdur qara. Karbon disulfiddə həll olur ağ. Suda həll olur heç biri. Kibrit istehsalında qırmızı. Qaranlıqda işıq verir ağ. B, Y, A və D. Bu da oldu 27.1-in izahı. Keçdik 27.2-yə. Deməli, hansı turşu bir əsaslı deyil? Bir əsaslı deyil, yəni 2 əsaslı, 3 əsaslıdır. Bu bir əsaslıdır. H3PO2 də bir əsaslıdır. Yalnız bu bir əsaslı deyil. Uyğun cavab C variantı. 18,2 qram kalsium 3P2-dən neçə mol fosfin qazı alınır? 1 molundan 2 mol fosfin qazı alınır da. Deməli, 182-dən 2 mol alınırsa, 18,2-dən də 0,2 alınacaq. Uyğun cavab D variantı. Alkenti müsbət iyonu ilə hansı iyonlar təyin etmək olur? Xloridi təyin eləmək olur. Orta fosfatda burada sarı rəng, ağ rəngdə çöküntü verir. Nitratın təyini bu şəkildə deyil. 1, 2.
Uyğun cavab Y variantı. 4-də deməli turşumuz HPO3, H3PO4 və H3PO3. Deməli anhidritlər oksidləşmə dərəcələrinə uyğundur. Birinci oksidləşmə dərəcələrini düzək. Müsbət 5-dirsə P2O5, müsbət 5-dirsə P2O5, müsbət 3-dür P2O3. P2O5, P2O5, P2O3. Uyğun cavab B variantı. Növbəti 5-ci sualda deməli kalsium fosfid üzərinə gəldik H-xlor, kalsium xlorid və nə alınacaq? Təbii ki, fosfin qazı alınacaq. X maddəsi üçün nələr doğrudur? Baxaq, qaz halındadır, bəli, higroskopikdir, yox. Bəsit maddədən birbaşa, xeyr, fosfor hidrogenlə birbaşa alınmaz, bu da yanlış. Yalnız bir A variantı. Hansı reaksiya getmir? Baxaq. Natrium dihidroortofosfat maksimum turşdursa öz turşusu ilə getməz. Natrium hidro olanda bəli gedər, dihidroya çevirilər. Normaldakı həmişə öz turşusu ilə gedir. Əgər turşunun valentliyi birdən yuxarıdırsa, əsaslığı birdən çoxdursa. Deməli, yalnız bir uyğun cavab C variantı. 7-ci sualda deməli turşu və əsaslıqları verib, bunlara uyğunlaşdırmalıyıq. Bir əsaslı deməli HPO3-dür. HPO3 bir əsaslıdır, H3PO2 bir əsaslıdır. Digərləri getdi. 2 əsaslıdır H3PO3. Bu da getdi və 3 əsaslıdır H3PO4. Uyğun cavab D variantı. 8-də fosfor ilə X3P2 birləşməsi əmələ gətirən sabit valentli X metalının əmələ gətirdiyi hansı formul doğru deyil? X3P2 birləşməsi əmələ gətirən sabit valentli X metalı. Yəni, məsəl üçün 2 valentli sabit olaraq kalsium. Kalsium 3P2 X metalının əmələ gətirdiyi hansı formul doğru deyil? İndi baxaq, deməli, buradan, elə bu səhvdir. Burada məsələn 1 valentli olmalıdır ki, natrium 2 HPO4. Əgər kalsium olsa, kalsium HPO4. Bu şəkildə olmalıdır. Bu məsələn doğrudur. Kalsium HPO3 burada normal duzdur, fosfit turşusunun 2 əsaslı olduğuna görə bir dənə 2 hidrogenin əvəzinə bir X yazıb. Doğrudur. Kalsium ortofosfat şəklində doğrudur. Kalsium dihidroortofosfat belə yazılmalıdır. Bəli, A variantı tamamilə yanlışdır. Fosfin üçün hansı ifadə doğru deyil? Qaz halındadır, bu doğrudur. Zəhərlidir, doğru. Havadan ağır, doğru. Adi şəraitdə havada alovlanır, doğru. Bəsit maddələrdən birbaşa sintezinə alınır, yanlış. Cavab Y variantı. Metafosfat, ortofosfat və pirofosfat. Deməli, metafosfat HPO3, ortofosfat H3PO4, bu da H4P2O7 və bizə nə deyir? Deyir, turşuda fosforun kütlə payını müqayisə eləyin. Deməli, fosforların hamısını eyni sayı gətirək. Onda, deməli, bunları 2-yə vursaq, məsələn, 6, 2, bu da 8 olsun. Deməli, bu daha çox oldu. 2, 2, bu da 6 olsun. Deməli, ən çox emer buradadır. Deməli, omega ən aşağı omega 2 olacaq. Sonra bu birisləri öz aralarında müqayisə eləsəm, deməli, 2 hidrogen əskikdir. Ən çox omega 3-dür bunların arasında. Deməli, omega 3 emeri bundan böyük olduğuna görə omegası az olacaq. Omega 1 isə ən çox olacaq. Onda 1 böyükdür 3, o da böyükdür 2. 10-cu da D variantı. PQ5 üçün doğru deyil. Süni reaksiyasına ortofosfat turşusu alına bilər. Doğru ifadədir. Ağ rəngdədir. Doğru ifadədir. Qeyri-molekulyar quruluşludur. Qeyri-molekulyardır. Bu yanlış budur. Higroskopikdir. Bəli, ağzı qabda saxlanılır. Doğru. Cavab oldu C variantı. Amol amonyak 1 molda ortofosfatın amonium hidroortofosfat. Amonium hidroortofosfat. Deməli, NH4-ün ayağına yazmalıyam 2. Onda 2 mol. Bir dənə PO4 olanda
2 mol amonyak lazımdır. A bərabər olur 2. B variantı. Higroskopik maddələri müəyyənləşdirin. Deməli, P2O5 higroskopikdir, qatı sülfat turşusu higroskopikdir, digərləri yox. 1, 3, uyğun cavab Y variantı. 14-cü sualda metal XYZ olaraq göstəribdir, əmələ gətirdiyi duz. H2PO4 2 dəfə PO4-ün bu ayağındakı 2 metalın valentliyidir. Deməli, bu 2 valentlidir. HPO4 ayağında 1 var. Deməli, neçə valentlidir buradan? 2 hidrogeni çatmır. Bu 2 valentlidirsə, deməli, bu da 2-dir ki, ixtisar gedib, heç nə qalmayıb. Bu da getdi. Sonra Z-ə baxsaq, H2PO4 bir hidrogenin əvəzinə girib. Deməli, bu 1 valentlidir, bu 2. Yox. H3PO4-də, bu da 1 valentlidir, çünki bir hidrogen çatışmır. 1-1, Z 1 valentli oldu. Deməli, 2 valentli X ilə Y, uyğun cavab A variantı. Keçdik, fosfini müəyyən edin. Fosfin pH-3-dür, A variantı. P2O5-in su ilə reaksiyasından hansı halda reaksiyanın aparıldığı temperatura uyğun X və Y-in qiyməti doğru göstərilib. Deməli, 100 dərəcədə bu H3PO4 olmalıdır. Elə A variantı doğrudur. 17-də fosfin və ortofosfat turşusunun kimya formulunu fosfin pH3, ortofosfat turşusu da H3PO4, A variantı. Hansı reaksiyalar doğrudur? Deməli, SO2-nin su ilə reaksiyasından H2SO3 doğrudur. P2O3 su ilə H3PO4, yox, bu yanlışdır, P2O5 olmalıdır. SO2 su ilə sulfat verməz, NK5 nitrat verər. 1, 4, uyğun cavab C variantı. 19-da natrium hidroksid və ortofosfat turşusu hansı reaksiyada natrium hidroortofosfat alınır? 1 mol reaksiyadan deməli natrium H2PO4-dür. Bu dihidrodur, deməli olmaz. Natrium 3PO4-ün 2 mol gələndə bir dənə də burada var. 3 mol PO4, deməli natrium 2 natrium hidroortofosfat, natrium 2 HPO4 alınsa əgər, yox, buradan alınmaz, bir dəqiqə, deməli, natrium 3PO4, üzərinə 1 mol turşu gələndə natrium hidro, 2 molda gələndə natrium H2PO4, sadəcə bunu 3 mol götürsək, 3 molda PO4'ümüz var. 3 mol natrium dihidroortofosfat alındı. Demək, bu da getdi. H2PO4'ün üzərinə natrium OH gələndə natrium 2HPO4 bir dənə buradan alınır hidroortofosfat. Deməli, yalnız 3 A variantı. 20-ci sualda normal dozu müəyyənləşdirin. Deməli, kalium və H2PO2-dir. Bir əsaslıdır da bu. Deməli, bu hidrogen bunun əsaslığı deyil. Ona görə də normal dozdur. Sonra kalium 2HPO4. Bu hidrogen əvəz oluna bilən hidrogendir. Turş dozu əmələ gətirir. Buradan da H2PO4 deyilirsə, deməli, bütün hidrogenlər onun əsaslığıdır. Natrium ortofosfat da normal dozdur. Bunu da götürürük. 1, 3, uyğun cavab A. Keçdik 21-də kalsiumun fosforla reaksiyası hansı mərhələdə doğru deyil? Bu mərhələ doğrudur. Fosfin, daha doğrusu fosfid. Üzərinə H-klor gələndə fosfin qazının alınması, fosfindən də P2O5 alınmalıydı. Bir dənə 3 doğru deyil. 21-də B variantı. Natrium OH-ın üzərinə deməli ortofosfat deyir. Hansı reaksiyada natrium dihidroortofosfat alınır? H3PO4 gələndə 1H1OH ilə gedir. Yerdə qalır natrium H2PO4. Deməli, bu dihidrodur. Natrium 2HPO4-ün üzərinə yenə turşu gələndə biraz da turşuyur. Olur H2PO4. Bu da doğrudur. Natrium 2HPO4-ün üzərinə natrium OH gələndə natrium 3PO4 normal duz alınır. 1, 2, uyğun cavab D. 23-cü sualda deməli deyir XY maddələrini müəyyənləşdirin. Deməli X maddəmiz olacaq kalsium 3P2 fosfid, kalsium fosfid.
Sonra onun da su ilə reaksiyasından kalsium hidroksid və pH3, yəni fosfin qazı alınmalıdır. Uyğun cavab D variantı. Növbəti 24-cü sualımızda deməli maddələri verib və reaksiya girmək qabiliyyətlərini deməli istəyir, uyğunlaşdırmaq istəyir. Birinci minuslardan başlayaq, pluslar çoxdur. Deməli X elə bir maddədir ki, PKO5-lə reaksiya daxil olmur. Məsələn, kalsium daxil olmur. Bu ola bilər. Argentin nitrat PKO5NO3 çıxardar tuzun tərkibindən. Bu daxil olacaq. Ona görə C və D variantları getdi. Natrium hidroksidlə turşu oksidləri qələvlərlə reaksiya daxil olurlar. Yəni burada plus olmalı idi, amma minusdur. Deməli ya A ya da B. İndi keçdik. Y-də deyir ki, H3PO4 ilə reaksiya daxil olmasın. Su reaksiya daxil olmur, sadəcə həll olmadı orada. Yəni ki, su ola bilər. Amma kalsium oksid turşu yəni daxil olacaq da. Əsas oksidlər turşularla daxil olur. Bu getdik. Bir dənə qaldı cavab B variantı. Hər ehtimal Z-də yoxlayaq. Natrium OH-la PKO5-lə də ikisinə də gedir. Deməli, qələvlər bəli turşu oksidlə də gedir. İstənilən əsas, istənilən turşu ilə də gedir. Ona görə bu da doğrudur. Deməli, uyğun cavab B variantı. Keçdik 24-cü sualımıza. HPO3 və H3PO2 ümumi olan nədir? Baxaq. Deməli, əsaslığı bir əsaslıdır, ikisi də bir əsaslıdır. Fosforun oksidləşmə dərəcəsi 4-dən 3 çıxan müsbət 1 buradadır, 6, müsbət 5 buradadır. Deməli, bu eyni olmadı, getdi. Fosforun valentliyi bütün fosforun turşularında 5-dir. Ona görə də bu heç birində dəyişmir. 1, 3, uyğun cavab Y variantı. 26. Amonyak və fosfin üçün eyni olan ifadələri müəyyənləşdirin. Deməli, adi şəraitdə qazdır. Bu ikisinə də aiddir. Bəsit maddələrdən sintez yoluna alınır. Fosfin yox. Yalnız reduks edicidir. Bu da -3'dür, minimumdur. Bu da -3 minimumdur. Deməli ki, bu da doğrudur. 1, 3. Uyğun cavab D. 27-ci sualda deməli natrium hidroksid və H3PO4 reaksiyasından 1 mol su çıxıbsa, deməli buradan alınır natrium H2PO4. 2 mol natrium OH-la onda alınacaq natrium 2HPO4 və 3 molla isə natrium 3PO4. X, Y və Z duzlarının bir molekulunda olan atom sayı üçün hansı münasibət doğrudur? 4, 5, 7, 8 və hamısında eyni olar da yəqin. 4, 5, 6, 7, 8, 4, 7, 8. X, Y, Z bir-birinə bərabər olacaq. Keçdi 28-ci sualda. Deməli, növbəti 28-ci sualda deməli X-in üzərinə su gəlinib və H3PO3 və hansısa bir maddə alınıb. Deməli, pixlor3-ün üzərinə su gələndə buradan alınır. H3PO3 alınır və əlavə olaraq da H-xlor çıxır. Yəni, ikinci məhsul da alınır. Deməli, bir ödənir. Kalsium fosfid, su ilə reaksiya girəndə kalsium hidroksid və fosfin alınır. Buradan H3PO3 fosfid turşusu çıxmaz. PKO3 su ilə reaksiya girəndə fosfid alınır, amma ikinci məhsul yoxdur. Artıq burada nöqtə yazılırsa ikinci məhsul da alınmalıdır. Yəni bu hidratlaşma reaksiyasıdır, bir məhsul olur. Ona görə 3-ü də götürmürük. Yalnız bir. Uyğun cavab 28-də A variantı. 29-cu sualda X müəyyən şəraitdə su ilə reaksiya daxil olaraq Y turşusunu əmələ gətirir. Uyğunluğa baxırıq. PKO3 H3PO3-ü əmələ gətirir. Doğrudur. H3PO4 ola bilməz. Çünki burada müsbət 3-dür. Burada müsbət 5. Bu olmaz. PKO5 H3PO3 bu da olmaz. Çünki müsbət 3, müsbət, daha doğrusu müsbət 5, müsbət 3-dür. Deməli, yalnız bir. Uyğun cavab 29-da C variantı. 30-cu sualda deməli X parçalanıb turşu və su əmələ gətirir. Məsələn, H3PO4
Deyək ki, parçalananda tutaq ki, H4P2O7-dir və yaxud da H4P2O7 də HPO3 metafosfata parçalana bilir. Yəni 1 ilə 4-ə uyğun olaraq X-ə götürmək olar. Nitrat turşusu parçalananda NO2 oksigen və su alınır. Ona görə Z-də də 2-ni uyğun götürərək elə D variantı çıxacaq çox güman ki. Çünki başqa variant yoxdur. Və burada da parçalananda silisium 2 və sudur. Elə D variantı tam olaraq uyğun gəlir. Keçdik 31-ci sualımıza. Hansı reaksiyadan turş duz alınar? Natrium hidroksid H3PO3 ilə. H3PO3 bilirik ki, 2 əsaslı turşudur və 2 mol natrium hidroksidlə natrium 2 HPO3 əmələ gətirir ki, bu da normal duzdur, turş duz deyil. Bu getdi. 3 mol kalium OH H3PO4 ilə kalium 3PO4 əmələ gətirəcək. Bu da normal duzdur. Kalsium hidroksid ilə H3PO4 3-ün 2-yə nisbətində. Buradan da kalsium 3PO4 2 alınmış olacaq. Normal duzdur. Da su yazmıram. H3PO4 natrium hidroortofosfat. Yəni təzədən belə deyim, bir dənə də turşu ilə reaksiya girəndə daha da turşumuş vəziyyətə gələcək. Natrium H2PO4. Deməli bu da turş duzdur. Dihidroortofosfat və HPO4 təzədən natrium ilə girəndə natrium 3PO4 əmələ gəlir. Yəni buradan bir dənə D variantında turş duz alınmış oldu. Keçdik 32-ci suala. Deməli ortofosfat turşusunun duzu. Ortofosfat turşusunun duzu deməli XYZ olaraq verib. Natrium hidroksid ilə gedir, daha doğrusu H3PO4 ilə getmir. H3PO4 ilə getmirsə deməli bu dihidrodur. Yəni C və D ola bilər. Sonra Y natrium OH ilə getmir, deməli normal duzda natriumun hamısı əvəzlənib. Amma turşu ilə gedir. Natrium OH ilə getmir, amma turşu ilə gedir. Bu da C variantına hələ ki ancaq uyğun gəlir. Z-dəki hər ikisi ilə gedir. Bu da hidro düzdür. Uyğun cavab C variantı. 33-cü sualda natrium H3PO4 daha doğrusu reaksiya daxil olan kalium hidroksidin mol sayıları verilir. Deməli H3PO4 ilə 3 mol əgər kalium OH reaksiyaya girərsə, buradan kalium 3PO4 alınacaq. 2 mol girərsə kalium 2HPO4, 1 mol girərsə kalium H2PO4 və reaksiyadan alınan duzlar da bunlardır. X, Y, Z olaraq. Deyir, oksigenin kütlə payının azalma ardıcılığı ilə. Oksigen görürük ki, eyni miqdardadır. Harada ki, kaliumun sayı çoxdursa, deməli, orada oksigenin kütlə payı az olacaq. Çünki MR böyük olur. Ona görə də azalma ardıcılığı deyil, çoxdan aza doğru düzürük. Yəni, kalium ən az olan burada daha çoxdur. Z-in kütlə payı, Z-də oksigenin kütlə payı daha çoxdur. Y-dən, Y-də daha çoxdur X-dən. Deməli, azalma ardıcılığı Z, Y, X. Uyğun cavab C variantı. 34-cü sualda deməli X ortofosfat turşusu ilə kalium hidroksidin qarşılıq təsirinə əmələ gələn bir duzdur. X, Y və Z fosforun kütlə payının artma ardıcılığı ilə düzək. Deməli, X-in üzərinə əgər kalium OH həm də H2PO4 gəlmişəm, nəsə bir məhsul veribsə, deməli ki, bu hidrodur. Məsəl üçün, kalium hidroksidlə də kalium 2HPO4. Deməli, kalium OH ilə reaksiya girəndə kalium 3PO4 girir, təzədən kalium OH ilə getmir və H3PO4 ilə reaksiyasından kalium H2PO4 alınır ki, təzədən ortofosfatla getmir. Yəni, XYZ maddələrini tapdıq və deyir, XYZ fosforun kütlə payının artma ardıcılığı ilə düzün. Hamısında fosfor bir dənədir. Deməli, ən çox kütlə payı olacaq burada, çünki MR ən kiçikdir. Sonra ikinci olaraq burada, üçüncü də burada. Deməli, ən az Y-dədir və bizə də deyir artmacı, azdan çoxa doğru. Yəni, ən az Y, sonra X, sonra isə Z. Yəni, bu ardıcıllıqla getdikcə artır. Y, X, Z uyğun cavab olacaq A variantı 34-cü sualda. Keçdik növbəti 35-ci sualımıza. 3,1 qram fosfor almaq üçün tərkibində 20% kalsium ortofosfat olan fosforat mineralını nə qədər götürmək lazımdır?
Baxırıq ki, əgər 310 qram götürsəm, 310 qramın içərisində 2 fosfor var da, yəni 62 qram fosfor var. Və 3,1 qram fosfor almaq istəyiriksə, bizə nə qədər kalsium ortofosfat lazımdır? Deməli, buradan hesablasaq, 310-u vururam 3,1-ə, bölürəm 62-yə, bu da eləyir 15,5. Deməli, 15,5 kalsium ortofosfat var, hansı ki, ümuminin 20%-dir. Onda bu 20% isə, bəs bunun 100%, mineralın ümumi özü nə qədərdir? Buradan da hesablayanda 15,5-i vururuq 5-ə, bu da eləyir 77,5. Yəni, uyğun cavab Y variantı. Keçdik 36-cı sualımıza. Difosfor pentoksidin mol miqdarı 0,1 moldur və reaksiya daxil olan suyun mol miqdarı alınan turşular. Deməli, 1-in 2-yə nisbətində əgər P2O5 üstəgəl H2O alıramsa, deməli, 1-in 2-yə nisbətində. Burada onda 4 dənə hidrogen H4 P2O7. Deməli, bu oldu bizim X maddəmiz, yəni H4P2O7. Sonra P2O5-in 1-in 1-ə nisbətində H2O, sadəcə toplayıram üst-üstə, H2P2O6 və bunu da 2-yə böləndə eləyir 2 mol HPO3. Deməli, buradan da alındı HPO3, bu da Y maddəsi və 1-in 3-ə nisbətində isə P2O5 üstəgəl H2O 3 mol və H6P2O8 və ixtisar aparanda H3PO4 şəklində. Bu da oldu 3-cü Z maddəmiz. XY Z-in əsaslıqlarını müqayisə edin. Deməli, ən çox X-dədir. X böyükdür Z-dən, o da Y-dən. Uyğun cavab A variantı. 37-ci sualda deməli göstərib, buradan deyir X-i müəyyənləşdirin. Əgər kalium 2, bir dənə də hidrogen, deməli bu 3 əsaslıdır da, onda fosfor olmalıdır. Uyğun olaraq 1-i yazıram fosfora. Sonra ferium 2 valentlidir və digəri də deməli 1-dir ki, dəmirin ayağında heç nə yoxdur da. Onda bunun bir dənə hidrogen çatışmır. Deməli H2SO4 olacaq. Ona görə X kükürtdür burada. Deməli, ikinci də kükürtdür. Sonra kalsium özü 2 valentlidir. Heç birinin ayağında bir şey yoxdur. Deməli, bu da 2 valentlidir. Bir hidrogen də qalıb. Deməli, əvvəl 3 əsaslıymış da. H3PO4 imiş. Və üçüncünü də bura əlavə eləmiş oluruq. 2, 1, 3. Uyğun cavab 37-də D variantı. 38-ci sualda içərisində H3PO4 məhlulu olan qabdan artıq miqdar amonyak qazı buraxmışıq və qabın kütləsi 10,2 qram artıb. Deməli, 10,2 qram ortofosfat turşusu, daha doğrusu amonyak reaksiya daxil olub ki, qabın kütləsi amonyakın hesabına artıb. 10,2-ni bölürəm 17-yə, bu da eləyir 0,6 mol. 0,6 mol, indi artıq miqdarda deyir də, 3-ün 1-ədir maksimum H3PO4-lə reaksiyası. Onda 3-ə 1-dirsə, 0,6-ya da 0,2 mol olmalıdır. 0,2-ni də vuraq 98-ə. Bu da deyir 19,6 C variantı 38-ci sualda. 39-cu sualda deməli natrium hidroortofosfat, natrium HPO4 əmələ gəlməsi üçün bura natrium OH əlavə olunub. Burada hidrogenin sayı artıb, deməli H3PO4 əlavə olunub və buradan burada natriumun sayı azalıb, deməli H3PO4 əlavə olunub. İndi hansı mərhələdə ortofosfatdan istifadə olunub? 2 və 3-də. Yəni uyğun cavab C. 40-cı sual, difosfor pentoksid 0,1 moldur və reaksiya daxil olan suyun kütləsini temperaturla müqayisə edəcəyik. Bayaq da tapdıq orada hesablamalarda əslində. Deməli P2O5 və su ilə. Deməli biri var H4P2O7 əmələ gəlsin.
2 mol su deməkdir. 2 mol su. Sonra P2O5 H3PO4 əmələ gətirsə, fosforun sayını bərabərləşdirəndə 6 su var. Deməli 3 mol su, 6 hidrogen var. Və P2O5-dən HPO3 əmələ gəlirsə, yenə fosfora görə əmsalı düzəldirəm. 2 dənə hidrogen, yəni 1 mol su. İndi buradan tapdıq. Deməli 1 mola 36 qram, yəni 2 olan. Bu uyğun gəlir H4P2O7-yə. Sonra 1.8, yəni 1 mola da belə deyək uyğun gələn bu HPO3-dür. HPO3 və bu birisi də 0.3, bu da H3PO4. İndi temperaturları müqayisə eləsək, deməli T2 0 dərəcə, üzr istəyirəm, bu 0 dərəcə, bu 20 dərəcə, bu da 100 dərəcə. Və bir müqayisə eləyin, T3 böyükdür T1-dən, o da böyükdür T2-dən. 3 böyükdür 1, o da böyükdür 2. Uyğun cavab 40-cı da A variantı. Keçdik 41-ci suala. Deməli P2O5-in su ilə reaksiyalarını verib, temperaturları müqayisə eləsək, burada 20 dərəcə, T3 oldu 20. Sonra H3PO4-də 100 dərəcə, bu T2, bu da 0 dərəcə, bu da T1. T2 böyükdür T3-dən, o da böyükdür T1-dən. Deməli, indi baxaq 2, 3, 1. Uyğun cavab 41-də D variantı. 42-ci sualda hipofosfit, fosfit və ortofosfat turşuları arasında hidrogen atomlarının sayı. Hipofosfit H3PO2, fosfit H3PO3, ortofosfat da H3PO4. Deməli, turşunun əsaslığı artır, amma hidrogen sayı dəyişmir. Deməli, N sabitdir, amma X artır. Ona görə 42-də uyğun olaraq D variantını seçəcəyik. 43-cü sualda fosfit, hipofosfit və ortofosfat, yenə də yazaq H3PO3, hipofosfit H3PO2 və ortofosfatda da H3PO4. Burada ən salamatı biz bütün variantları yazaq, seçək arasından. Məsələn, 1 valentli ilə H3PO4-ə aid olanları yazın hələ ki. 1 valentli ilə, məsələn, natrium tutaq ki, natrium 2, HPO3. Sonra 2 valentli ilə, məsələn, kalsium, HPO3. 3 valentli ilə isə alüminium, 2 HPO3 3 dəfə. Sonra ikinci hipofosfitə yazaq. Bu fosfitin duzları. İndi hipofosfitə yazaq. Natrium H2PO2 normal duz. Kalsium deməli H2PO2 2 dəfə və alüminium H2PO2 3 dəfə. Sonra bir də qaldı ortofosfat. Deməli, buradan da bir əsaslı ilə natrium 3PO4. Sonra kalsium HPO4. Yox, HPO4 olmayacaq. Normal yazmaq lazımdır. Kalsium 3PO4 2 və alüminium PO4. Aha. Bu da belə. İndi görək hansında atom sayıları nə qədərdir? 3, 5, 7, 3, 4, 5, 6, 3, 4, 5, 15, 17. İndi görək eyni olanlara baxaq da. 4, 5, 6, 6, 6 buradan uyğun gəldi. Bax, başqa 6'mız varmı? 4, 5, 6. Bu da 6. 6'lar uyğun gəldi. Deməli, X üçün, fosfit üçün valentliyimiz olur 2. Sonra hipofosfit üçün valentlik olur 1 və ortofosfat üçün də valentlik 3 valent, yəni alüminiuma uyğun olaraq 2, 1, 3. İndi bizə nə deyir? Valentliklər azdan çoxa doğru düzün. Ən az Y, sonra X, sonra da Z. Y, X, Z. Y, X, Z hansıdır?
D variantı 43-cü sualda. Kifayət qədər vaxt aparan sualdır. Keçdik 44-cü suala. Haradadır? Aha. Deməli, A mol amonyak və 2 mol ortofosfat turşusu əmələ gəlib amonium dihidroortofosfat. Amonium dihidroortofosfatı yazaq. NH4 dihidro, yəni H2PO4. İndi buradan baxıram ki, 1 mol amonium, 1 mol da ortofosfat var. Yəni 1-in 1-ə nisbətindədirlər. Deməli, 2 molsa, onda A da 2-dir. Sonra H3PO4 amonium ortofosfat, NH4 3 dəfə PO4 3-ün 1-ə nisbətidir. 1 ortofosfatsa 3 də amonyakdır. A bərabərdir 2, B də bərabərdir 3. 2, 3 uyğun olaraq 44-də C variantı. Keçdik 45-ci sualımızda. Turşumuz XYZ-dir və 1 molun tam neytrallaşmasına sərf olunan natrium hidroksidin kütləsi qramla istəyir. Deməli, 1 molun tam neytrallaşmasına, yəni 1 moluna 2 mol lazımdır. Burada 1 mol lazımdır. Burada da 3 mol lazımdır. Buradan baxırıq ki, bu ortofosfat turşusuna uyğun gələcək Z maddəsi H3PO4. Sonra Y maddəsi 1 əsaslı olmalıdır H3PO2. O birisi də 2 əsaslı H3PO3. Uyğun cavab 45-də Y variantı. Keçdik 46-cı sualda. Demək, tərkibində 38% qarışığı olan 1 kiloqram fosforit mineralı var. 38% qarışıq nə deməkdir? Yəni, qalan 62% də safdır. Saf fosforitdir. İndi 3 mol ortofosfat turşusu alınıb. Bax, kalsium 3, PO4 2. Buradan normalda 2 mol H3PO4 alınır da. Deməli, 310 qramından 2 mol ortofosfat alınırsa, 3 mol alınması üçün nə qədər istifadə olunur? İndi, yəni lazım olub da, sərf olunub. 310-u vururam 3-ə, bölürəm 2-yə. Bu da eləyir 465 qram. Yəni 310-a da böləndə 1,5 mol. Deməli 1,5 mol, yəni və yaxud da 465 qram. İndi deyir ki, 38% qarışığı var. Məhsulun praktiki çıxımını hesablayın. İndi görək nə qədərdir bizim əslində 1000 qramın içərisində 62%. 1000-i vururam 62-yə, bölürəm 100-ə. 2 0 getdi. Buradan 620 qram. Deməli 620 qramdır, amma bunu 465 istifadə olunub. Görə praktiki çıxımı necə hesablayacaq? 620-nin hamısı sərf olunsaydı 100%, amma 465-i sərf olunub. Onda praktiki çıxım X olaraq 465-i vurduq, 100-ə böldük 620-yə. Bu da eləyəcək 75% çıxım. Uyğun cavab 46-da Y variantı. Keçdik 47-ci sualımıza. Ortofosfat turşusunun natrium duzlarını verib və deyir ki, natrium hidroksidlə daxil olur, amma ortofosfatla yox. Deməli ki, bu natrium H2PO4-dür. Sonra Y natrium OH ilə getmir, amma ortofosfatla gedir. Deməli, bu natrium 3PO4-dür. Amma bu birisi hər ikisi ilə gedir. Bu da natrium 2HPO4-dür. Eyni mol sayda götürülmüş duzlarda olan hidrogen atomlarının mol sayını hesablayın. Deməli, X daha çoxdur Z-dən hidrogenə görə, o da Y-dən. X böyükdür Z, böyükdür Y. Uyğun cavab 47-də B variantı. Keçdik 48-ci sualda fosfinin oksigenlə reaksiyasından P2O5, su ilə reaksiyasından da müxtəlif maddələr alına bilər əslində. Deməli, difosfor trioksid, bəli, pentoksid olar, pirafosfat turşusu, yoxsa metafosfat turşusu. İndi baxırıq, burada 2 mol su əmələ gəlib. Yəni, H4P2O7-yə uyğun gəlir. Deməli, bu da olacaq pirafosfat turşusu. Uyğun cavab 48-də C variantı. Keçdik. Deməli, 49-cu sualda fosforun qüvvətli oksidləşdirici ilə kalium
Florat Bertolli duzu ilə buradan əmələ gəlir P2O5. P2O5-in də üzərinə nitrat turşusu əlavə edəndə görürük ki, HPO3-ü çıxardıb və özü keçir, deyək də, turşunun oksidini, daha doğrusu sıxışdırıb çıxarır. Özü keçir turşunun tərkibinə, amma buradan NO2-ni sıxışdırıb çıxardır və yaxud da N2O5-i. N2O5 yazaq da, əsas anhidridi odur. Doğru olan ifadələri müəyyənləşdirin. X higroskopikdir, yox. Higroskopik deyil. Yəni N2O5 qəti şəkildə yox. N2O5 deyil, X üzr istəyirəm, P2O5-dir. Burada Y-in ayağı tutulub görməm. X higroskopikdir, yəni P2O5 higroskopikdir. Y maddəsi NO-dur, yanlışdır. Y qazların qurulmasına istifadə olunur. N2O5 qazların qurulmasına istifadə olunmur. Deməli, bu yanlışdır. Ona görə yalnız bir uyğun cavab A variantı alınacaq. Növbəti 50-ci sualda deyir, hansı reaksiyalardan ortofosfat turşusu alınır? H4P2O7-nin bunun parçalanmasından HPO3 alınacaq. P2O5-in su ilə reaksiyasından buradan H3PO4 alınır. Əslində, baxın, 6 hidrogen, H6, P2 dənə, oksigen də 5, 3, 8 dənə və bunu da 2 dəfə bütün əmsalları ixtisar edəndə bir yerdə qalır H3PO4. Yəni, ikincini götürür. Nitrat turşusu, fosfor su, bu duru nitrat turşusu ilə, yəni H3PO4 və NO alınır. Yəni, buradan da alınacaq. Kalsium ortofosfat və bu da karbonat turşusudur da. Karbonat turşusu ortofosfatı çıxarda bilməz. Yəni, burada ümumiyyətlə reaksiya getməyəcək. Deməli, 2, 3 uyğun cavab 50-də C variantı. 51-ci sualda, deməli, turşumuz H3PO2-dir. 1 mol natrium hidroksidini əmələ gətirdiyi duz natrium hidroksidlə. Deməli, bu bir əsaslıdır da. Əmələ gətirdiyi natrium H2PO2 olacaq. H3PO3 ilə 1 mol ilə natrium H2PO3 şəklində və H3PO4 ilə də 1 mol əgər natrium OH gedərsə, buradan da natrium H2PO4 alınır. Hansı natrium hidroksidlə reaksiya daxil ola bilər? Bu olmaz, çünki normal duzdur. H2PO3 ola bilər, çünki 2 əsaslıdır, 1 hidrogeni hələ var əvəz olunmaq üçün. Bu ola bilər. Burada da 2 hidrogen əvəz oluna bilər. Yəni, Y-lə Z. YZ uyğun cavab 51-də D variantı. 52-ci sualda hansı reaksiya tənliyi doğrudur? P2O3 su ilə H3PO3 əmələ gətirir. Bu doğrudur. Sonra kalsium fosfid, fosfin qazı və kalsium hidroksid, bu da doğrudur. 1-2-3 olmadığına görə elə bu D variantı olacaq. H3PO3 natrium OH-la natrium 3 ola bilməz. Çünki bunun 3-ü də əvəzlənə bilən hidrogen deyil. Yəni, bu reaksiya səhvdir. 1-2 D variantı. H3PO3, H3PO4 və H3PO2 turşuların ikivalentli X metalini əmələ gətirdiyi normaldır. Məsələn, buradan tutaq ki, kalsiumdan deyək ki, hamısını yazaq. Kalsium bir dənə hidrogeni qalır da, ikisinin əvəzinə keçdisə, kalsium HPO3 əmələ gətirəcək ikivalentli ilə. Sonra buradan ikivalentli ilə normal duzu olacaq. Kalsium 3PO4-2. Burada da ikivalentli ilə kalsium H2PO2 2 dəfə. Deməli, bu uyğun gəlir. PO4-2. Bu da uyğun gəlir. HPO3. Bu da bura uyğun gəlir. Uyğun cavab 53-də B variantı. 54-cü sualda, deməli, fosfinin oksigenlə reaksiyasından buradan P2O5, P2O5-in su ilə reaksiyasından Y, hansı ki Y-də Z-ə və suya parçalanmış olur. Məsələn, götürək H3PO4-ü. H3PO4 olsa, temperatur şəraitində, bu da H4P2O7-ni əmələ gətirməlidir. Və yaxud da burada H4P2O7 olsa, bu da əmələ gətirməlidir HPO3. İndi görə hansı uyğun gəlir? X1 mənalı şəkildə P2O5-dir. Deməli, D və A variantları getdi. Sonra indi H3PO4 olsa, qabağındakı H4P2O7 olmalıydı. Bu da getdi. Deməli, Y variantı uyğun gəlir.
Digərində ola bilməz bu. C variantı olmaz. Uyğun cavab Y variantı. 55-ci sualda nitrat turşusunun P2O5-lə reaksiyasından HPO3 və X. Deyir, X hansı qazdır? Deməli, P2O5 neyinib? Nitratın içərisindən suyunu çəkib özünə doğru. Çünki su uducudur. Oksigenli turşularla reaksiyada onların suyunu çəkir və onların deməli oksidini, anhidridini çıxardır. Ona görə buradan çıxartdıq N2O5. Normal şəraitdə havadan ağır qazdır. Bu yanlış ifadədir. Suda həll etdikdə turşu əmələ gəlir. Doğrudur. Qazların qurudulmasında istifadə olunur. Yanlışdır. Deməli, yalnız 2. 55-də A variantı. Sonra 56-cı sualda deməli P2O5-in nitrat turşusu ilə, sulfatla və perxloratla reaksiyalarını verir. Buradan təbii ki, yenə su uducu xüsusiyyətindən istifadə edəcək. Deməli, nitratdan nəyi çıxardacaq? N2O5-i çıxardacaq. Sulfatdan SO3-ü çıxardacaq. Deməli, N2O5, SO3 hələ ki uyğun gedir. Perxloratdan da xlor müsbət 7 olduğuna görə buradan da xlor 2O7-ni çıxardacaq ki, eyni olsun. Anhidridində turşu ilə eynidir. Ona görə də buradan xlor 2O7 çıxmalıdır. Uyğun cavab D variantı. Natrium ortofosfat H3PO4 ilə reaksiyadan natrium 2 HPO4 deyir, hansı mərhələ doğru deyil. Yəni, bu ola bilər mol sayından asılı olaraq. 1 mol gələndə HPO4-ə çevirilər. 1 doğrudur. Sonra bir dənə təzədən H3PO4 gəlsən, dihidroya çevirilər. Bu da doğrudur. Amma daha getməz. Üçüncüdə getməz. Deməli, yalnız 3 səhvdir. 57 C variantı. 58-ci sualda deməli suyun X-lə və P2O5-lə reaksiyaları X-lə H3PO3 əmələ gətirib. Deməli, bu P2O3-dür. X oldu P2O3. Deməli, ya A, ya da C variantı olmalıdır. Və P2O5-lə isə H3PO4 ola bilər. Bu ola bilməz, çünki burada oksidləşmə dərəcəsi uyğun gəlmir. Deməli, cavab olacaq A variantı. 59-cu sualda tərkibində kalsium ortofosfatın kütlə payı 62% olan fosforit mineralından 124 qram fosfor alınıb. Burada 2 dənə fosfor vardı ya, 1 molundan 2 mol fosfor ala bilirsən. Yəni 62 qram. 1 molundan 62 qram və yaxud da ki 310 qramından 62 qram ala bilirəmsə, 124 qram üçün 620 qram mənə fosforit mineralı lazımdır. Və həmin deyir 620 qram 62%-dir. Onda mineralın özünün, yəni 100%-nin kütləsi nə qədərdir? Buradan da X-i tapırıq. Deməli 62, 62 burada qaldı 11, eləyir 1000. 100-ü 10-a vuranda 1000. Uyğun cavab A variantı. 60-cı sualda kalsium fosfit yəqin ki su ilə reaksiya girməlidir burada. Çox güman ki. Və nə əmələ gətirəcək? Fosfin qazı pH3. Bu uyğun gəlir. Deməli kalsium hidroksid ola bilər də, bu da ola bilər. Bunlar da ola bilər. Fosfin və yaxud da kalsium hidroksid. Təzədən oksigenlə reaksiya girirsə, Y-dir, burada Z deyil. Y çıxır. Fosfin oksigenlə reaksiya girir, onda Y çıxan ilə kalsium hidroksid olacaq, fosfin olmayacaq. Kalsium hidroksid olacaq. Ya A, ya da Y variantı. Sonra fosfin oksigenlə reaksiyasından P2O5 əmələ gətirəcək K maddəsi. Üzərinə Y nə idi bizdə? Kalsium hidroksid idi də. Üzərinə kalsium hidroksid gələndə kalsium ortofosfat alınır. Doğru. Üzərinə X gələndə X də sudur. Buradan da bir turşu. Hansı ki oksigenin oksidləşmə dərəcəsi müsbət fosforda müsbət 5 olmalıdır. Oksidləşmə dərəcəsi. Bu da A variantına uyğun gəlir. Çünki bu düzgün deyil. Ona görə də 60-da A variantı. 61-ci sualda reaksiya girən maddələrin mol sayı natrium hidroksidlə və
ortofosfatla 1-in 1-ə nisbətindədir. 1-in 1-ədirsə, deməli natrium, belə yazım. Deməli natrium H2PO4. İndi 2-nin 1-ə nisbətindədirsə, onda natrium 2HPO4 və 1-in 1-ə nisbətindədirsə, burada da 1-in 1-ə nisbəti idi. 1-in 1-ə nisbətində də elə natrium H2PO4. Deməli, X ilə Z eyni olacaq. Natrium H2PO4. X ilə Z. Buna da qalır Y. Uyğun cavab 61-də B variantı. 62-ci sualda, deməli, P2O5 süni reaksiya məhsullarını verib, deyir, aparıldığı temperatur getdikcə azalır. Onda 100 dərəcədən 20-yə 0-a. Belə geçsək, burada H3PO4, H4P2O7 və düzgün yazaq. Buradan da HPO3. Deməli, X-Y-Z əsaslığın azalma sırası ilə düzün. Ən çox Y-də, sonra X-də, sonra Z-də. Getdikcə azalır. Y, X, Z. Uyğun cavab 62-də A variantı. 63-cü sualda, deməli, tərkibində maddələrin ümumi miqdarı 7 mol olan ferum S2 və kükürt qarışığı var. Bu ferum S2, bu da kükürt. Ümumi bu X-dir, bu da Y-dirsə, X plus Y bərabərdir 7-yə. Və bundan alınan sülfat turşusu, buradan 2X qədər H2SO4 alınacaq. Kükürdün sayına uyğun, buradan da Y qədər H2SO4 alınır. Və deyir, kalsium ortofosfatla reaksiyasından, yəni H2SO4 üstə gəl kalsium 3PO4 2, buradan 6 mol ortofosfat turşusu əmələ gəlir. Əmələ gəldi H3PO4 və kalsium SO4. Deməli, indi əmsallaşdıraq. Elə buna birbaşa 6 mol yazaq. Bizdən istədiyi şərtə uyğun. Onda bura 3 yazmalıyam. Fosforun sayına uyğun. 9 kalsiumda 9-a kalsiuma yazsam, SO4-də də 9 mol düşür. Onda 2X plus Y, yəni SO4-ün buradakı mol sayı, bu da bərabərdir 9-a. Sistemi dənliyə gətirəndə Y-lər getdi. X-dən 9-dan 7, 2. X oldu 2. X 2-dirsə, cəmi də 7-də, onda Y-də 5 olmalıdır. Deməli, bu 5, bu da 2. Və deyir, ferum S2-nin kütlə payını hesablayın. Omega bərabərdir. 2 mol eləyir 240. Aşağıda da 240 üstə gəl 160. 5 mol kükürt. Bu da 300, 400. Vururam 100-ə, bu da 60%. Uyğun cavab 63-də D variantı. Keçdik 64-cü sualda. Süni reaksiyasından alınan turşular. Baxaq. Deməli, 3 cür turşumuz var da. H3PO4, H4P2O7 və HPO3. Və deyir ki, turşularda fosforun kütlə payı. Birbaşa da hesablaya bilərik. Omega 1. Hər hansı bir omega yazaq, sonra nömrələyərik. Deməli, burada 31-i bölürəm 98-ə, vururam 100-ə. Burada 62-ni bölürəm H4P2O7-ni görə neçədir? 62 üstə gəl, deməli, oksigenlərin kütləsi üstə gəl 4. Bu da elədir 178. Və burada isə 31-i bölürəm 49 üstə gəl 31. Burada da 80-ə bölür. Deməli, indi digərini də 2 dəfə azaltsam, bu da 31, 178-in də yarısı edir 89. Deməli, hansının məxrəci daha çoxdursa, onun omegası kiçikdir. Ona görə H3PO4 daha kiçikdir. Ən kiçik bu omega 3 olsun. Deməli, Z maddəsi. Z maddəsi H3PO4. Sonra 98-dən sonra 89 gəlir. Deməli, H4P2O7 ikinci omega 2. Deməli, bu H4P2O7 və ən çox da HPO3. Bu da omega 1. HPO3. İndi bunları təyin elədik. Reaksiya 1 mol P2O5 ilə
reaksiya daxili 1 mol P2O5 isə burada 2 mol maddə alınmalıdır. Burada da 2 mol, burada 1 mol. Onda deməli 1 mol su, çünki 2 hidrogeni var. 4 hidrogen isə 2 mol su. 6 hidrogen isə 3 mol su. Deməli C böyük oldu B-dən, o da böyükdür A-dan. Uyğun cavab hansı olacaq? C, B, A. Uyğun cavab A variantı 64-cü sualda. Keçdik 65-ci sualımızda. Açıq suallara keçdik. 62 qram kalsium ortofosfatdan neçə mol ortofosfat turşusu almaq olar? Deməli 310 qramdan fosforun sayına uyğun olaraq 2 mol ortofosfat turşusu ala bilirsən. 62-dən də X. Buradan 31, 62, burada qaldı 10, burada 2, buradan da ixtisar 5, 1, X bərabərdir 2 bölünsün 5, yəni 0,4. Uyğun cavab 0,4 olacaq. 66-da deməli ortofosfat turşusu ilə üçün doğru olan ifadələri müəyyənləşdirin. 2 əsaslıdır, yanlış, oksigenli turşudur, adi şəraitdə bərkdir, anhidridi P2O5-dir, suda həll olur. Deməli, nə oldu? 2, adi şəraitdə bərkdir, anhidridi P2O5, suda həll olur. 2, 3, 4, 5. Uyğun cavablar. Keçdik. 67-ci sualda uyğunluğu müəyyənləşdirin. Adi şəraitdə aqreqat halı. P2O5 bərkdir, bura yazaq. Xlor qazdır, bura yazaq. Amonyak qazdır, bura yazaq. Sonra ferium S bərkdir, bunu da bura yazaq. CH5OH da mayedir, bunu da D-ni də bura. B, C, A, Y və D. Keçdik növbəti uyğunluq testimiz. Deməli, X-in su ilə reaksiyasından DH3PO çalınıb. Deməli ki, bu P2O3-dür. İndi necə yaz? 1-ə A yazaq da, 2-yə daha doğrusu A yazaq. Sonra fosforla reaksiyasından kalium xlor və oksigen nədir burada? P2O5 alınmalıdır. P2O5-ə yazaq B variantın. Sonra C-yə baxsaq, su ilə H3PO4 və HX. H3PO4, P-xlor 5-dir də bu. P-xlor 5 yoxdur burada. Çünki burada P-xlor 5 olmalıdır. Belə bir variant yoxdur. Kalsium fosfitdə deməli pH3 əmələ gələcək. D-ni yazmalıyıq bura. Və Y variantında da X-in su ilə H3PO4 isə bu da P2O5-dir. Onda Y variantı da bura. D, A, B, Y. Keçdik 69-cu sualda. Deməli, uyğunluğu deyir müəyyənləşdirin. Reaksiya məhsulları P2O5 qaynar deyirsə 100 dərəcə H3PO4 A variantı. P2O5 ilıq deyirsə H4P2O7. Buna uyğun variant yoxdur. H4P2O7-dən HPO3 C variantı. P2O3-dən H3PO3 D variantı. Fosforun nitrat turşusu ilə reaksiyasından buradan qatı nitrat turşusu olaraq yəqin ki nəzərdə tutulub. Buradan da H3PO4 alınır. Y variantı. 70-ci sualda, daha doğrusu duru ilə də gedir, NO verir. 70-ci sualda deməli X-in valentliyi. X-in valentliyini təyin edək. Deməli HPO4 yazıbsa, deməli ki bu 2 valentlidir. Onda X də 2 valentlidir. A-da 2 valent. H2PO4 deməli bir hidrogen çatmır, onda X1 valentlidir. B variantı getdi bura. Sonra HPO3 2 dəfə, bu 2 elə X-in valentidir. C-ni də yazıram bura. Bu 3 X-in valentidir. 3 valentli D-ni də yazdıq bura. Sonra nə qaldı? Y-də X3PO4, bu da 1 valentlidir. Y variantı. B, Y, A, C və D. 71-ci sualda uyğunluğu müəyyənləşdirin. Fosfor yalnız oksidləşdiricidir, yalnız reduksiya edicidir. Reduksiya edicilərin yanında yalnız oksidləşdirici olacaq. Deməli, A variantını yazıram bura. Sonra B variantında fosfor qüvvətli oksidləşdiricinin yanında təbii ki reduksiya edici olacaq. Ona görə B-ni də yazıram bura.
Kalsium fosfid su ilə fosfin qazı alınır. Müsbət 1, -3. Elə burada da -3'dür. Burada heç bir dəyişim yoxdur. Fosforun oksigenlə reaksiyasından P2O3, P2O5 əmələ gəlir. Burada da deməli oksidləşdiricinin yanında reduks edici olacaq. Yəni D variantını da yazırıq bura. Sonra kalsium karbonat P2O5 ilə P2O5 karbonatı çıxardır. Kalsium ortofosfat və CO2. Demək, burada heç bir dəyişən yoxdur. Turşu oksidslərinin bir-birini əvəz etməsidir. Əvəz etmə reaksiyası da bir-birini çıxarması. Deməli, bu da heç birinə aid deyil. A və B, D. Uyğun cavab. Keçdik 72-də deyir, uyğunluğu müəyyənləşdirin. İndi reaksiyalarda deməli kalsium HPO4 alınır. Kalsium HPO4 alınırsa bir dənə kalsium, bir dənə də ortofosfat var tərkibində. Yəni birin birə nisbətini tapmalıyam. Ona görə buna D variantı. Sonra ikinciyə baxıram. Deməli kalsium H2PO4 2 dəfə. 2 dənə PO4 var, bir dənə kalsium var. Yəni 1-in 2-yə nisbəti. Onda bu A variantını yazıram bura. Başqa varmı? 1-in 2-yə nisbəti yoxdur. Deməli A variantı da getdi bura. İndi baxarıq o birisilərinə. Sonra kalsium ortofosfatla 4 mol. 4 mol. 4 molda da maksimum turş əmələ gələcək də. Deməli, çünki burada 3 dənə kalsium ortofosfatda kalsium hidroksid deyil. Deməli 3 biz nə götürmüşdük burada? 1-in 2-yə nisbəti. 1-in 2-yə nisbəti, yəni 3-ün 6-ya nisbəti olmalıdır onda. 4 dənə burada, ikisi də burada. Deməli, bu C variantı da elə A-nın yanına gedir. D-yə baxsaq, bir dənə kalsium, bir dənə də PO4. Kalsium HPO4. Düzdürmü? Kalsium, daha doğrusu, hərəsindən bir dənədir də. Kalsium HPO4. Deməli, D variantı, D-ni yazmışıq da bura. Bəs A-ya baxmamışıq. 1-in 2-yə vəziyyətini A-da yazdıq. B-dən bir şey çıxmadı. B-də kalsium 3, PO4 2. Normal duz. Bundan bir şey çıxmaz. Belə bir variantımız yoxdur və çatdıq Y-yə. 2 mol kalsium hidroksid, 2 dənə kalsium, 3 dənə də PO4. 2-nin 3-ə nisbəti. Onda 2-nin 3-ə nisbətidirsə, hərəsindən 1 mol, 1 mol. Plus. Bu 2 dənə kalsium edir, 3 dənə də PO4. Deməli, 2-nin 3-ə nisbəti də bunu verəcək. Y variantı. D, A, C və Y. Keçdik 73-cü suala. Növbəti 73-cü sualda 4 mol difosfor pentaoksid P2O5. Buradan deyir, su ilə tam reaksiyadan 75% çıxımla. Yəni 4 molun hamısı yox, 75%. Yəni 3 mol P2O5 reaksiya daxil olur və buradan 6 mol H3PO4 alına bilər. Yəni 75% çıxımdan 6 mol H3PO4 alına bilər. Bizdən də mol sayını istəyir. Cavab olacaq 73-də 6. Keçdik növbəti 74-cü sual. Bu bölmənin son sualdır artıq. Xlorun kalium hidroksidlə reaksiyasından kalium xlor buna Y-lər təkrarlanır. Onda kalium xlor O, kalium xlor və su. Buradan da yazıram kalium xlor O3. X-Y-Z-i müəyyənləşdirdik. Uyğun şəraitdə aşağıdakı reaksiyalardan hansıları baş verə bilər? Y-in, yəni kalium xlorun üzərinə H-xlor getsək, getməz. Z nədir? Kalium xlor O3. Bəli, Bertolli xlorun laboratoriyada alınma reaksiyasıdır. Gedər. X, yəni kalium xlor O. Karbonat turşusu hipoxloritdən qüvvətli olduğuna görə oradan reaksiyadan hipoxloridi çıxardar. Gedər. Karbonat turşusu Y-dən, Y xlordur da, H-xlor çıxarda bilməz. Bu getməz. Z üstəgəl fosfor. Z nədir bizdə? Kalium xlorat. Bəli, fosfor. Bu kibritin yanma reaksiyası. Bu da gedər. 2, 3, 5 gedən reaksiyalardır.